Nəhl surəsinin fəziləti. İmam Baqir əleyhisələm belə buyurdu: Hər kəs ayda bir dəfə Nəhl surəsini oxusa, dünyada mal dövlətinə ziyan dəyməz və həmçinin 70 cür bəladan ki, onların ən yüngülü dəlilik, cüzam, pisixdən amanda qalar. Axirət onun məskəni ədin behiştin ortasıdır. 2. Həzrəti Rəsul Əkrəm buyurdu: Hər kəs Nəhl surəsini oxusa, uca məqamlı Allah ona verdiyi nemətlərini hesab etməz. Ölüb, özündən sonra vəsiyyət etmiş şəxsin əcrini alar. Əgər o həmin gün vəfat etsə, ölən zaman yaxşı şeylərə vəsiyyət etmiş kəsdən neçə bərabər çox olar. Əgər bir qadın südünün çoxalmasını istəyirsə, bu ayəni yazıb suyunu içsə, südü çoxalar. Ayə: Və innə ləkum filənəmi ləibrətən nusqikum mimma fi butunihi min beyni fərsin və dəmin ləbənən xalisən səicən lişşəribin. Bir kəsin hafizəsi zəif olsa və hər şeyi eşidib tez bir zamanda öyrənib yaddan çıxmamasını istəyirsə, duşənbə 1-ci gün günündən başlayıb bu ayələri 7 tikə quru çörəyə yazsın və gündə birini yesin.